İldir oynaya bilmir, bugün sabah gəliblər Kürdəxanada akademiya götürüblər. Halbuki elan olmuşdu ki, Tovuzda tikiləcək o akademiya. Tovuzda sonra nəsə problem çıxdı, bilməm kim ittiham elədi, mətbuatda ayrı şeylər yazırdılar, başqa şeylər yazırdılar. Amma bu akademiya Turan Tovuzda tikilməlidir. Görünən odur ki, nə legionerlər, nə gələn məşqçilər, nə də klub rəsmiləri özləri bölgələrdə qalmaq istəmirlər. Elədir. Xüsusən də legionerlər, belə futbolçular və onlar üçün də orada şərait. Bunun başqa bir izahı mənim üçün yoxdur. Oynayım, avtobusdan komandanı, qatarla komandanı aparım, gətirim. Amma hamı qalsın Bakıda da, Bakıda daha rahat. Futbolçu gəlmir. Çağırın onda elə gələn futbolçu ki var. Şamaxıda, Qəbələ, Yevlax, Kəpəz özü Gəncədə məskunlaşıb orada bazada qalırlar. Qalıb orada oynasın da. Onda elə çıxır ki, Turan Tovuz bu meydança baxımından çox əziyyət çəkəcək. Bəlkə də gələn mövsümdə belə problemlərlə üzləşdir. Tək axı əsas onun üçün meydança salınmamalıdır. Səndə orada məşqçi meydançaların olmalıdır. Onlar da yəni ki, təbii olaraq nəzərdə tutulacaq. Onlar Kürdəxanada salınır. Onlar Kürdəxanada salıblar. İndi komanda orada oynayacaq, qayıdacaq bura. Bu da mənə gəlir ki, artıq nə cürsə nizamnaməyə qeydlər salınmalıdır. Mən ümid edirəm ki, yaxın gələcəkdə inşallah bizdə bu stadionlar məsələsi bitəndən sonra, hər şey o şərait olandan sonra komanda adına uyğun. Bilirsiniz, bizdəki indiki komandalar sanki NBA komandalarını xatırlayır. Çünki ancaq Milli Basketbol Assosiasiyasında bir komanda şəhərə bağlı deyil. Və illər keçdikcə sən görürsən ki, istənilən brend şəhəri dəyişə bilir komanda. Bizdə də sanki komandalar elədir. Onda gəlin elə komandalar adlandıraqdır da, onların bağlılığını hansısa bir şəhərə, torpağa qeyd eləməyək də. Amma mən istərdim ki, İmişli-İmişlidə oynasın, Araz Naxçıvanda oynasın, Turan Tovuzda oynasın və bütün bu problemləri artıq həll eləmək vaxtıdır. Biz 21-ci əsrdəyik və mən etiraf edirəm də, çox gülməli bir vəziyyətlə üzləşirik. Stadionda ot örtüyündə problem var, komanda öz meydanda oynaya bilmir. Və Sumqayıtda oynayır. 30, 40, 50 il bundan əvvəl deyilsəydi, hardasa bunu qəbul etmək olardı da, amma biz çox geridəyik. Bu məsələləri həll etmək lazımdır və bu məsələləri həll etmək üçün klublara, federasiyaya strategiya lazımdır.